Mən Allaha inanıram, amma dinə inanmıram. Bu biraz məntiqsiz sözdür. Niyə? Çünki əvvəla insan bilmir ki, din nə olan şeydir. Əgər Allah varsa, bir şey mövcuddursa, mütləq ona qarşı insan necə davranmalıdır Allaha qarşı? Necə davranmalıdır? Bunun bir çəki düzəni olmalıdır. Mən demirəm ki, insanlar bir-birlərinə qırsınlar ki, sənin dinin düzdür, mənim dinim düzdür. Yox, ondan getmir söhbət. Axır din bir yoldur, yol olmalıdır. Din sözünü yol kimi götürsək, mən məsələn istəyirəm filan yerə gedim, heç bir vasitə ilə amma istifadə eləməyim. Nə quru yolla, nə su yolu ilə, nə hava yolu ilə, nə dəmir yolu ilə. Hara getmək istəyirsən, necə getmək istəyirsən? Axır bir A nöqtəsindən B nöqtəsinə getmək üçün bir yol, bir yöntəm lazımdır, yoxsa yox?